Kələmin kilosu neçədir? 1 manat. 1 manat. Mənim 10 manatım var. 2 kilo kələm almaq istəyirəm. Siz mənə nə qədər qaytarmalısınız? 8 nə? Manat qəpik. 8 manat qaytarmalısan, elə? Mənə 2 ədəd limon lazımdır. Limonun biri neçə idi? 1 manat. Mən əgər ikisini alsam, neçə manat verməliyəm sizə? 2 manat. Xanım, mənə bir dənə bax bundan lazımdır. Bunun qiyməti neçədir? 1 manat. 1 manatdır. Əgər mən 3 ədəd alsam, nə qədər sizə pul ödəməliyəm? 3 manat. 3 manat. Makaronu yazmışsınız ki, 95 qəpikdir. Mənim də 1 manatım var. Əgər sizə versəm, siz mənə neçə qəpik qaytarmalısınız? 5 qəpik.